Salam, xoş gəlmisən Natiq. Natiq, bu varianta görə sənə təşəkkür edirəm. İlk öncə dəyərli izləyicilər salam. Hər vaxtınız xeyir olsun. Mən bugün hal-hazırda Mərdəkandayam. Demək olar ki, Mərdəkanın ən gözəl bir ərazilərindən birindəyəm. Natiqə niyə görə deyirəm təşəkkür edirəm. Onsuz demək olar ki, evlərin hamısını Natiq tapır. Sadəcə mənə zəng edənlər də olur. Niyə? Qiymət yerə görə, sonra evə görə, torpağa görə çox gözəldir. 335 min manat. 6 sota yaxındır da. Demək olar 5,5-dir. 5,5 sot torpağın sahəsi var. 5 otaq. 5 otaq. Əziz izləyicilər, 5 otaq. Küçəni də göstərdin də, sən küçədən gəldin. 5 otaq. 335 min start qiymətdir. Ancaq deyim də sizə, indidən deyim. Ev sahibi dedi ki, bazara uyğun yox, bazardan aşağı qiymət qoymuşam. Çalışacağım ki, deyir, müştərilərin ürəyin qırmayayım, endirimi az edəcəm ki, heç onun mənim də bura xərclədiyim pul çıxsın və burada çəkdiyim müddət var. O əziyyətin pulunu çıxartmaq istəyirəm. O düşünəndir. Gözəl bir işdir. O, yəni ki, adam əziyyət çəkir, gör nə qədər də vaxt tikinti aparıb, gözəl də bir qiymət qoyub. Mənə elə gəlir ki, bu evə mənim müştərilərimdən kimsə gəlib qiymət də verəcək. Niyə görə deyirəm verəcək? Çünki əziyyət var. Baxın, həyət, maşallah, həyətə 2-3 maşın yerləşər. Həyətin qarşısında maşın saxlamağa yeri var. Həyətə keçən kimi sol tərəfdə. Bunlarda isti döşəmə olur da, hamısı isti döşəmədir. Onsa isti döşəməni olan hündür tavanlı, içərisində istidir, işləyir. İşləyir buranda. İsti döşəməsi işləyir. Gözəl bir söhbətgah. Hamısı da metlaqdır, bütöv olaraq. Yəni gələcəyinə mən sizə deyim ki, dağılacaq, daşacaq, nə bilim, ətəklərdən nəmişlik verəcək. Belə bir şey yoxdur da, söhbətgah bütöv olaraq belə bir təmir olunub. Evin fasad hissələri hamısı metlaq daşlar, sonra orada kabantik daşlardan istifadə olunaraq təmir olunub. Heç bir şey olmayacaq sağlıqla. Sonra evin ümumi giriş hissəsi, ora mətbəx otağıdır. Qarşısı hündür tavana malik olan verandadır. Burada söhbətgahın arxa hissəsində manqal inşa olunub. Gözəl bir manqal. Su hövzəsidir. İsti döşəmədir. Baxın, burada bütün xətləri hamısı buradadır. İnşallah gələcəyinə buranı dolab eləyərsiniz. Həm o orada qalar, həm də burada əşya yığmaq üçün. Sonra evin kombi dolabı buradadır. Bu yox, məncə bu buranındır. Bu buranındır. Sağ tərəfdə də burada həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Həm də kombi otağıdır. Bu evə aiddir. Bura mətbəx otağıdır, əziz izləyicilərimiz. Ev ümumi olaraq 200 kvadratdır. 200 kvadrat, torpağın da, evin də kupçası var. Bir daha sizə söyləyeyim, Bravo marketdən gəlib qalaya gedəndə Makaronla fabrikin küçəsinə çatmamış. Demək olar ki, bura Makaronla fabrikin arxa küçəsidir. Şəhərdən gələndə sol küçəsidir. Biz Makaron 21-ci dalan sayılır. Makarondan gələndə 21-ci dalandan düz bura gəlirsən. Mərkəzi qala yolundan da girəndə Şəhid bulağı var. Bütün dalanlardan demək olar ki, hamısından gəlib çıxa bilirsən bura. Əzizlər, bir daha söyləyirəm. Tam 4 fəsil yaşamaq üçün heç bağ sayılmır bu. Maşallah ki, hovuzu da yəni genişdir. 4 metrənin 10 metrəyə olan filtrli, 8-ə 10-a da olar belə filtrli hovuzdur. Hər bir şey mövcud olacaq, hər şey təhvil veriləcək sizə. Buradakı, hələ çöldən göstərirəm də, maşallah, qonaq otağı. Geniş, düz buradan bura qədər. Böyük bir qonaq otağı. 5 otaq, 335 min manat. Keçək evin daxilinə. Maşallah, hündür da özü də. Natiq, nə qədər olar? Bura hündürü 3-20 var. Çox olar, maşallah. Evin içərisinə keçən kimi, Natiq, sənə deyim də, az çəkmirəm. Dünən sən, hansı ki müştərilər nə edin? Mən gəldim, çatdım. Bunu çəkən kimi bu evi göndərəcəm o müştəriyə. Bugün də danışmışam ondan, ad çəkmirəm, bir daha söyləyirəm. Əlavə olaraq, hansı müştərimizə maraqlı olsa zəng eləyər. Evin içərisinə keçən kimi nə deyirdilər? Dolab olsun. Sağ tərəfdə dolab var. Hazır, yığılıb. Sonra geniş dəhliz olsun. Maşallah, geniş dəhlizdir. Düzdürmü? Oy maşallah, o nə boydadır? Sonra burada dolab yığmaq olar, düzdürmü? Burada bir dənə dolab yığmaq olar, ora qədər keçdik. Birinci yataq otağı. Yataq otaqları geniş olsun, açıq rəngli olsun. Budur.
İkinci yataq otağı. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Maşallah. Üçüncü yataq otağı. Bu da dördüncü yataq otağı. Və yataq otağının daxilində özünə aid sanitar qovşağı. Əla, super. Sonra keçək. Hamısı mərmərdir. Düz aşağıya qədər. Bütün şeylə yığılıb, onu özü usta ilə də əllə yığılıb bunlar hamısı. Alınma döl idi. Çox qəşəngdir. Buranı göstərmədim, hə? Ümumi sanitar qovşağını göstərmədim. O görün o boyda. Bunlar hamısı geniş, böyük bir. Lazım olsa bura yer qoyulub, bax görürsən, paltar yuvan maşın burada yerləşəcək. Əslində bura qoysalar yaxşıdır. Burada. Dediyim qonaq otağı. Geniş, böyük bir qonaq otağıdır. Həyətə baxır, yaşıllıq zonasına. Gözəl bir görüntüsü də var, görünüşü də var. Ev bütöv olaraq isti döşəməklə təmir olunub, əziz izləyicilərimiz. Əşyasızdır. Kameranın xəttləri, kondisionerlərin xəttləri, hamısı çəkilib hazırdır. Sadəcə bura gəlib, alıb, danışıb, köçüb, əşyaları yığıb yaşamaq lazımdır. Buradakı mətbəx otağıdır. Bir daha söyləyirəm, gözəl qiymət, gözəl ərazi, geniş ev, 5 otaq, 335 min start qiymətdir. Çox sağ olun, bizi izlədiyi üçün. İzləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.